Fermerin rifahı aqrar sahənin inkişafıdır. Bu sözlərlə fermerin real dostu verilişinə başlayırıq. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxanları salamlayıram. Hörmətli fermerlər, əziz zəhmətkeşlər və tamaşaçılar, maraqlı bir mövzuya toxunacağıq. Əvvəla qeyd edelim ki, çox yaxınlarda Azərbaycanda 19-cu dəfə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi baş tutacaq. Bu il yeni bir formatdadır Kaspian Agro Week, yəni ki, Kənd Təsərrüfatı həftəsi. Bu tədbir çərçivəsində artıq yubiley ilini qeyd edən bir forum təşkil olunacaq. Söhbət agrobiznesin inkişafı forumundan gedir. 5-ci dəfə bu forum keçiriləcək. Maraqlıdır, görəsən bu forumda hansı yeniliklər var? Bu forum ümumiyyətlə hansı istiqamətlərdə, hansı qurumlar tərəfindən təşkil olunur? Bax, bu və digər sualları irəliləyən təxminən 20-25 dəqiqə ərzində müzakirə edəcəm. Qonaqlarım var studiyamda. Məmnuniyyətlə onları sizə təqdim etmək istəyirəm. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Mitova. Leyla xanım, mən sizi salamlayıram. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Mən də sizi və əziz zəhmətkeş fermerlərimizi salamlayıram. Çox sağ olun. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rəhbərinin müavini Bariz Mehdiyev bizimlə bərabərdir. Bariz müəllim, sizi də salamlayıram. Xoş gəlmişsiniz. Mən də sizi salamlayıram. Sizi burada bərabər görmək çox xoşdur. Əvvəla qeyd edeyim ki, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də FAO bərabər müxtəlif layihələr icra edirlər. Biraz əvvəl adını çəkdiyim Agrobiznesin İnkişafı Forumu da bu iki qurumun illərdir bərabər dəstəyi ilə, bərabər yəni əməkdaşlığınla ərsəyə gələn layihələrdən biridir. Leyla xanım, söhbətimizə istəyərdim ki, sizlə başlayaq. Elə forumla bağlı da görüntüləri bizim tamaşaçılarımız izləyir, amma gəlin ondan başlayaq ki, bax, AKİA'nın, yəni Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyət istiqamətlərindən biri də, vacib fəaliyyət istiqamətlərindən biri də həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Agentlik olaraq hansı təşkilatlarla əməkdaşlıq edirsiniz və nə kimi layihələr icra olunur? Buyurun. Təşəkkür edirəm. Bəli, adından da bəlli olduğu kimi Aqrar Kredit və İnkişaf Agentliyi yalnız dövlət dəstəkləri, güzəştlər kreditlərdən ibarət deyil. Həmçinin də fermerlərimizin Azərbaycandakı kənd təsərrüfatı sektorunun inkişafı üçün inkişaf proqram və layihələrin icraçısına məşğuldur. Bu istiqamətdə biz mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən dövlət agentliyi olaraq yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik. Özəlliklə son illərdə beynəlxalq təşkilatlardan FAO, Asiya İnkişaf Bankı, Dünya Bankı və bir sıra digər beynəlxalq təşkilatlar bu istiqamətdə bizim fəaliyyətimizi dəstəkləyir. Fermerlərin ehtiyaclarına görə biz mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən, yəni aqrar mövzuları əhatə edən layihələr hazırlayır, təşkil edirik. Əlavə olaraq beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə həm dövlət proqramları çərçivəsində müxtəlif Azərbaycanın dost ölkələri ilə işləyib onların təcrübələrini öyrənirik. Eyni zamanda beynəlxalq təşkilatların, özəlliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə bu istiqamətdə fermerlərimizin xeyrinə olacaq beynəlxalq ən yaxşı aqrar təcrübələri öyrənib ölkəmizə gətiririk, çalışırıq onu Azərbaycanın reallıqlarına uyğunlaşdıraraq təqdim edək. Çox gözəl. Bununla bağlı biz mətbuatdan, mediadan tez-tez izləyirik. Nazirliyin əməkdaşları, həmçinin agentliyin əməkdaşları ilə siz özünüz də dəfələrlə səfərlərdə olursunuz. Eyni zamanda Azərbaycana gələn müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini qarşılayırsınız. Onlarla qarşılıqlı fikir mübadilələri və əməkdaşlıqlar edirsiniz. Bu da təqdirə layiq təbii ki, haldır Leyla xanım. Təşəkkür edirəm. Əlbəttə ki, müxtəlif beynəlxalq əməkdaşlıqlar, layihələrin icrası zamanı hər hansı bir qarşılıqlı səfərlər, görüşlər artıq bizim gündəlik işgüzar həyatımızın ayrılmaz bir hissəsidir. Məqsədimiz həm yerli mütəxəssislərimiz, fermerlərimizi, digər ölkələrdəki tərəfdaşlarımızla tanış etmək, Azərbaycanın ən yaxşı təcrübələrini onlara təqdim etməkdir. O cümlədən bu cür platformalardan istifadə edərək beynəlxalq
beynəlxalq ən yaxşı təcrübələri Azərbaycana öyrənib təqdim etməyə çalışırıq. Bu istiqamətdə biz müxtəlif FAO-dan, yəni Azərbaycanda baxmayaraq adı Azərbaycan dilində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Biz adətən FAO abreviasiyasını istifadə edərək müraciət edirik. FAO-nun Azərbaycan ofisinin dəstəyi ilə həm proqramlar, layihələr, eyni zamanda texniki tərəfdaşlıq layihələri icra edirik. Buna görə biz özəlliklə FAO Azərbaycan ofisinə, başda Nasır müəllim, hörmətli həmkarımız Bariz müəllimə təşəkkürümüzü bildiririk. Leyla xanım, çox sağ olun. Gəlin elə FAO-larını çəkmişkən, çox hörmətli Bariz müəllimə də söz verək. Bariz müəllim, maraqlıdır ki, Azərbaycanda fəaliyyətiniz hansı formada qurulub? Yəni, qısa bir tarixi ekskurs etsək, hansı istiqamətlər var və bu istiqamətlər nələri əhatə eləyir? Çox sağ olun, Ruslan müəllim. İcazənizlə qısaca ümumiyyətlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma tarixi ilə bağlı qısaca məlumat verim. İkinci Dünya müharibəsindən sonra təbii ki, dünyada mövcud ərzaq təhlükəsizliyi ilə bağlı problem, qida çatışmamazlığı, aclıq, bununla bağlı dünya ölkələri bir araya gəlib 1945-ci ildə oktyabr ayında bizim təşkilatı təsis etdi və keçən il biz öz 80 ilimizi qeyd etdik. Təbii ki, Azərbaycan müstəqil əldə etdikdən sonra Azərbaycan da FAO-nun üzvü oldu və biz hazırda Azərbaycan hökuməti ilə əməkdaşlığımızı 2015-ci ildə imzalanmış tərəfdaşlıq sazişi əsasında qururuq. Həmin saziş əsasında biz Azərbaycanda FAO-nun əlaqələndirmə və tərəfdaşlıq ofisi olaraq, ofisimizin adı belədir. Ümumilikdə biz fəaliyyətimizi necə qururuq sualına gəlincə, biz fəaliyyətimizi BMT-nin bir qurumu olduğumuza görə BMT-nin 5 illik müddət üçün hazırlanan dayanıqlı inkişaf çərçivə sənədi əsasında qururuq və onun əsasında biz Kənd Təsərrüfatı Nazirliyi ilə ölkə proqram çərçivəsi hazırlayırıq. Bir məsələni qeyd edim ki, ən son çərçivə proqramı 2026-2030-cu ili əhatə edir və təbii ki, proqram Azərbaycan özünün inkişaf proqramının prioritet istiqamətinə uyğundur. Həm sosial-iqtisadi, həm ətraf mühitlə bağlı prioritet istiqamətlərimiz var. O ki, qaldı konkret layihələrə, biz onu təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə hər il mütəmadi keçdiyimiz görüşlərdə prioritetləri müəyyən edirik və o istiqamətdə layihələr icra edirik və bu layihələrlə bağlı vaxtımız olacaq təbii ki, məlumat verəcəm. Təşəkkür ederim. Çox sağ olun, Bariz müəllim. Leyla xanım, gəlin biraz yox, daha çox əslində. Elə biraz əvvəl də tamaşaçılara dedim ki, bu yaxınlarda konkret olaraq Kaspian Agrovik çərçivəsində bu il format dəyişib və bu forumda elə ölkəmizin, regionun bəlkə də ən böyük kənd təsərrüfatı sərgisi Kaspian Agrovikin daxilində məhz sizin forum keçiriləcək. Yəni sizin dediyim Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, eyni zamanda FAO-nun birbaşa dəstəyi ilə həyata keçirilən söhbət 5-ci dəfə keçiriləcək Agrobiznesin İnkişafı forumundan gedir. Yubileydir. Bax, bu forumun keçirilməsində əsas məqsəd nə idi? Necə oldu ümumiyyətlə bu forumun keçirilmə ideyası yarandı 5 il öncə? Təşəkkür edirəm. Bəli, 5 il həm uzun, amma eyni zamanda çox tez keçən bir müddət oldu bizlər üçün. Agrobiznesin İnkişaf forumunu təşkil edərkən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi, o cümlədən tərəfdaşları, əsas tərəfdaşlarımızdan da biri FAO Azərbaycan ofisi daima çalışır ki, hər il bu forumun belə deyək, tərəfdaşları, iştirakçılar üçün yeniliklərlə gəlsin. Biz mütəmadi olaraq çalışırıq bu forumu müxtəlif formatlarda təşkil edək. Məqsədimiz də əlbəttə ki, forumu müzakirələr üçün daha rahat, daha güvənli, etibarlı bir platformaya çevirməkdir. Bu illərə qeyd etdiyiniz kimi 5-ci yubiley Agrobiznesin İnkişaf forumunu təşkil edəcək. Amma fərqli olaraq bu illəri ilk dəfə olaraq biz də Kaspian Agrovik, yəni həftənin ikinci günü çərçivəsində bu gözəl və fermerlərimiz tərəfindən gözlənilən forumu təşkil edəcək. Əsas məqsədi və ümumiyyətlə niyə bu forumu təşkil etmək fikrinə gəldi. Məqsəd budur ki, istehsal, kənd təsərrüfatı məhsullarının istehsalı önəmlidir. Lakin istehsala gedən yolda yaşanan problemlər, çətinliklər, uğurlar, eyni zamanda satışın təşkili, investisiya,
ixracatın şahiələndirilməsi, daxili və xarici bazarın tələbatı, bu hər zaman bizim sahədə, bizim sektorda fəaliyyət göstərən müxtəlif tərəfləri maraqlandıran mövzulardan biridir. Biz də düşündük ki, bu mövzuyla əlaqəli olan bütün tərəfləri vahid bir platformada cəmləyib belə bir tədbir təşkil edə bilərik və çox sevinirik ki, artıq 5-ci forumumuzu təşkil edəcəyik bu illəri. Forumun təşkilində daima bizə yaxından tərəfdaş olaraq dəstək göstərən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Bu illəri ilk dəfə olaraq beynəlxalq tərəfdaşlarımızdan biri olan Asiya İnkişaf Bankı da bizə qoşuldu. Biz onlara bu dəstəklərinə görə ayrıca təşəkkürlərimizi bildiririk və Caspian Agro Week-in çərçivəsində olmasında fayda bu forumun daha beynəlxalqlaşdırılmasından ibarətdir. Ənənəvi olaraq biz yerli ictimaiyyət, yerli qonaqlarımız üçün bu tədbir təşkil edirdik. Bu illəri daha çox həm yerli, həmçində beynəlxalq qonaqların iştirakını gözləyirik. Həm də çıxışçılarımız və moderatorlarımız arasında da kifayət qədər məşhur qurumlarda nümayəndəlik edən beynəlxalq qonaqlarımız da olacaqdır. Çox maraqlı. Dediniz ki, Caspian Agro Week-in ikinci günü, bu deməli ki, may ayının 6-sında olacaq. May ayının 6-sında olacaq və bu tədbiri gözləyən həm yerli, həm xarici şirkətlərlə bərabər, həm də fermerlərimiz var. Bizim verilişimizin adı Fermerin Real Dostudur deyə. Əminəm ki, orada fermerlər də olacaq və biz o fermerlərə, biz hamımız bərabər kifayət qədər faydalı ola biləcəyik. Tamamilə doğrudur. Əlbəttə ki, bu forumun ayrılmaz əsas iştirakçısı məhz fermerlərimizdir. Videolarda da izlədiyiniz kimi bir çox fermerlərimizi burada tanıya bilərsiniz. Məsələn, Lənkərandan Rəftarə xanım, Şəkidən Etibar müəllim, bir çox fermerlər, kooperativlərimiz, fermer təşkilatlarımız, kifayət qədər assosiasiyalarımız, kifayət qədər fəaldılar və bu illərdə onların iştirakı mütləq olacaqdır. Mən yeni qoşulanları salamlamaq istəyirəm. Siz Fermerin Real Dostuna baxırsınız. Biz çox maraqlı bir həftəni yaşayırıq. Növbəti həftə isə bundan da kənd təsərrüfatı, aqrar sektoru üçün daha maraqlı hadisələr gözlənilir. Söhbət ondan gedir ki, ölkəmizdə 19-cu dəfə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Caspian Agro Week, yəni həftə formatında ilk dəfə keçiriləcək. Məhz bu tədbirlər silsiləsinin içərisində isə artıq yubileyini qeyd edən agrobiznesin inkişafı forumu var. Məhz bu forumla bağlı həm söhbətlərim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla xanım Cabbarlı Mitova, eyni zamanda bu tədbirə bilavasitə ilk gündən dəstək verən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda bunu daha çox tanıyırlar. Fermerlərimiz də tanıyır, sahibkarlar da tanıyır. Qısa olaraq FAO-dur. FAO-nun Azərbaycan nümayəndəsinin rəhbərinin müavini Bariz Mehsi bizimlə bərabərdir. Leyla xanım, Bariz müəllim, mən sizə təkrar təşəkkür edirəm gəldiyiniz üçün. İstəyirəm Bariz müəllim, sizlə davam edək. Bax, daha əvvəlki illərdə keçirilən forumlarda, prosesdə hansı təcrübələr əldə olundu, nələrlə yadda qaldı? İstəyərdim bir balaca bunlara toxunaq. Çox sağ olun, sualınıza görə. Ümumilikdə Leyla xanım da qeyd elədi. Biz Kənd Təsərrüfatı Naziri ilə, eləcə də AKİA ilə hər zaman işimizi planlara əsasən qururuq və çox xoş haldır ki, agrobiznes tədbiri artıq 5-ci ildir təşkil olunub. Təbii ki, hər bir forumun hazırlıq prosesində prioritet mövzular, nələr müzakirə ediləcək, hansı məsələlər panelə salınacaq və təbii ki, həmin il üzrə prioritet mövzular nəzərə alınır. Fermerlərin iştirakı mütləqdir, çünki biz FAO təşkilatı olaraq bizim əsas prioritetimiz kəndçinin, fermerin yanında olmaqdır. Bu bizdə ən başlıca prioritet. Fermerin dostu olmaq. Bəli, elə qısaca elə deyim. Və biz çalışırıq ki, bütün layihələrimizdə əsas fokus, mərkəz nöqtəsi fermer olsun. Təbii ki, fermerin ehtiyacının fonunda digər məsələlər də ortaya çıxır. Strateji sənədlərin hazırlanması, digər məsələlər. Hər bir dediyim kimi forumun müəyyən prioritet mövzuları olur. FAO olaraq bizim üçün
prioritet mövzu. Təbii ki, bu mövzu da Azərbaycan hökumətinin son illər həyata keçirdiyi fəaliyyətlərin nəticəsində ortaya çıxan mövzudur. Bunun birincisi ümumilikdə beynəlxalq səviyyədə aqroərzaq sisteminin dayanıqlığının təmin edilməsi. Digər ikinci istiqamət kənd təsərrüfatı məhsullarının, ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafı məsələsidir ki, mən onu xüsusilə qeyd etməliyəm ki, son illər Azərbaycan hökumətin kənd təsərrüfatının göstərdiyi səylər nəticəsində son illərin rəqəmləri həqiqətən də təqdirə layiqdir, yəni rəqəmlər göz qabağındadır. Biz FAO olaraq Azərbaycanı da region ölkələrinin içinə daxil edərək bir araşdırma apardıq, skop araşdırması və bu araşdırmanın təqdim edəcək ekspertlərimizi də dəvət etdik və hesabat da çox maraqlıdır və düşünürük ki, bu hesabatın Azərbaycan Respublikasında keçiriləcək tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri ilə müzakirəsi paneldə də çox maraqla qarşılanacaq. Yəni, əsas mövzu bundan ibarətdir. Təbii ki, biz bir fərqli istiqamətdə qeyd edeyim ki, hər zaman biz AKİA ilə birgə icra edirdik bu fəaliyyəti. Hazırda EDB-nin də bu prosesə qoşulması, Asiya İnkişaf Bankının, bu o deməkdir ki, gələcəkdə agrobiznes forumları daha həm davam edəcək, həm də daha uğurlu miqyasa görə. Bəli, həm böyüyəcək. Minnətdaram Bariz müəllim, çox sağ olun. Leyla xanım, biraz daha konkret sualım var. Siz də vurğuladınız, video kadrlardan da biz görürük. Ötən il keçirilən əvvəlki forumlarda fermerlərə diqqət mərkəzində olub fermerlərimiz. Bu da təqdirə layiq haldır. İndi bizə baxan fermerlər və sahibkarlar, bunları da unutmayaq, sahibkarlar, yəni kənd təsərrüfatına aidiyyəti olan hər kəs, yəni bu sahə ilə məşğul olan hamıya aiddir. Bax, maraqlıdır ki, onlar gələcəklər, forumun rəsmi hissəsi, qonaqlar öz yerində. Eyni zamanda biz bilirik ki, əvvəlki illərdən sizdə çox maraqlı panellər olur. Panel müzakirələr, dəyərli masalar, konkret mövzu ətrafında diskusiyalar. Həmin o diskusiyalarda fermerlərin öz suallarını ünvanlamaq, konkret özlərinə aid olan məsələlərini səsləndirmə imkanı, fürsəti olur. İstərdim ki, bax, biraz da bundan bağlı danışaq. Buyurun. Təşəkkür edirəm. Bu ilki forumumuz Milli Aqroərzaq Gündəliyinə həsr edilir. Öncəliklə bunu qeyd etmək istəyərdim. Bilirsiniz ki, hər il forumun prioritet tutduğu bir və ya bir neçə mövzular olur. Bu illəri biz həm bizim sahəmizdə ənənəvi kənd təsərrüfatçılıqdan müasir, daha rəqəmsal, süni zəkanı tətbiq edərək inkişaf etdirdiyimiz müasir kənd təsərrüfatı təcrübələri barədə danışacaq. Həm Azərbaycan, həmçində beynəlxalq. Biz çox şadıq ki, son illərdə rəqəmsallaşma ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi həm beynəlxalq, həm yerli mütəxəssislərin dəstəyi ilə aqrar xidmətlərə əlavə olaraq süni zəkanı tətbiq edir və bu günləri bu istiqamətdə işləri olan, real işləri olan çox az sayda əslində ölkələr var. Buna bağlı Nazirliyin xüsusi proqramı da var, səhv eləmirəmsə. Bəli, bu barədə əminəm ki, sizin proqramınızda məndən öncə də bu mövzu ilə bağlı bizim dəyərli həmkarlarımız süni zəka istiqamətində icra edilən layihələr barədə hazırlanmış 33 use case haqqında məlumat vermişdir. Birinci dəyirmi masamız məhz müasir, daha rəqəmsal, daha elmli kənd təsərrüfatı təcrübələri barədə olacaq. Qeyd etdiyim kimi, həm yerli, həm xarici mütəxəssislər bu istiqamətdə dünyadakı ən yaxşı təcrübələri təqdim edib, daha sonra fermerlər, assosiasiyalar, kooperativlərin və digər maraqlı tərəflərin fikirlərinin və sualları əsasında müzakirələri davam edəcəklər. İkinci dəyərli masa isə hər zaman bizim üçün əhəmiyyətli olan mövzudur. Bu investisiya və kənd təsərrüfatı məhsullarının rəqabətə qabiliyyətliliyi, eyni zamanda ixracat bazarlarının şahiələndirilməsidir. Bu istiqamətdə biz bir neçə assosiasiya, böyük ixracatçılar, dövlət və xarici qurumları, o cümlədən də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iqtisadçılarını dəvət etmişik. Özəlliklə bu fürsətdən istifadə edərək qeyd edim ki, keçən illəri skop təşəbbüsü çərçivəsində bizim sektorda makroiqtisadi təhlillər aparılmışdır. Məhz FAO-nun iqtisadçıları tərəfindən elə həmin təhlillərin nəticələri hesabat təqdim ediləcəkdir bu dəyirmi masa ərzində. Məhz o dəyirmi masada bu açıqlanacaq, göstəriləcək. Ümumiyyətlə, Ruslan müəllim, bu tədbir bizim üçün də eyni zamanda yenilikləri, yəni bir öncəki Agrobiznes İnkişaf Forumu ilə həmin il üçün, yəni bu ilki deyək, Agrobiznes İnkişaf Forumu arasında olan müddət ərzində görülən işlərin təqdim edilməsi üçün də bir platformadır. Eynən. Və biz düşünürük ki, bu iki dəyirmi masanın mövzuları kifayət qədər zəngindir.
zəngin müzakirələr də aparılacaqdır və əlbəttə ki, inanırıq ki, fermerlərimiz hər zaman olduğu kimi bu tədbirdə də aktiv olaraq öz fikirlərini, uğurlu hekayələrini və çətinliklər varsa onları konstruktiv şəkildə səsləndirəcəklər. Təşəkkürlər. Mən hər ikinizə təşəkkür edirəm. Əminəm, inanıram və bilirəm ki, kifayət qədər maraqlı, faydalı, eyni zamanda fermerlərə xeyirli bir, bu söz xoşuma gəlir, xeyirli. Sözün əsl mənasında məhz bu cür tədbir olacaq. Biz Fermerin Real Dostu komandası Real Televiziyası adından sizə həm Kənd Təsərrüfatı Nazirliyinə, həm Aqrar Kredit və İnkişaf Agentliyinə bu tədbirin əsas belə deyək də lokomotivi məhz sizin qurumdur. Təbii ki, lokomotivin yanında dəstək verən beynəlxalq təşkilatlara, həm BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, yəni FAO-ya qısa desə, eyni zamanda Asiya İnkişaf Bankına öz adımızdan, fermerlər adından, sahibkarlar adından təşəkkür edir və uğurlar arzuluyuruq. Yekunda ola bilsin bir çağırışınız, fermerlərə xitabınız varsa buyurun, Leyla xanım, Bariz müəllim. Təşəkkür edirəm. Biz artıq neçə illərdir görürük ki, güc birlikdədir və bütün fermerlərimizi, izləyicilərinizi bizim tədbirdə, Kaspian Agrovikdə və ümumiyyətlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil ediləcək bütün tədbirlərdə aktiv şəkildə iştirak etmələrini dəvət edirəm. İnanıram ki, bu tədbirlər, əslində bu tədbirlər onların tədbirləridir. Nazirlik, hökumətimiz bu cür fəaliyyətləri onlar üçün, onların davamlı və dayanıqlı inkişafları üçün edirlər. İnanıram ki, onlar da aktiv şəkildə bizlərlə birgə bu tədbirlərdə iştirak edəcəklər. Təşəkkür edirəm. Çox sağ olun. Mən də əlavə etmək istəyirəm ki, bəli, Leyla xanımla tamamilə razıyam. Yəni fermerləri tədbirdə aktiv iştirak etməyə çağırırıq və unutdum qeyd etməyə, bir məsələni də qeyd edim ki, bizim artıq Azərbaycanla Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığımız ilkin real nəticələr də verməyə başlayır. FAO-nun yaxın illərdə bir təşəbbüsü yarandı. FAO kəndlərinin tanınması təşəbbüsü və çox fərəh hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın da 5 kəndi həmin siyahıya salındı. Maraqlıdır, hansı kəndlərdir? Açıqlamaq olarsa açıqlayın. Bilə bunu Fermer Real Dostu üçün ekskluziv tamaşaçı var. Yox, problem deyil. Müxtəlif istiqamətlərdə uğur qazanmış kəndlər. Deməli, onlardan biri Zəngilan rayonunun Ağalı kəndi, Qax rayonunun Ləkid, Sarıbaş kəndləri, Şəkinin Oriyet, bir də Astara rayonunun Siyop kəndi. Yəni bu 5 kənd həmin sertifikatları biz növbəti aylarda planlayırıq. Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə səfərlər təqdim edib onu təqdim eləyək. Və nəyə gətirmək istəyirəm? Artıq Azərbaycanda görülən işlər və əldə edilən uğurlu təcrübələr artıq beynəlxalq müstəvidə də tanınır və hətta biz 2 gündən öncə FAO-nun tədbiri oldu. Orada belə bir fikir ortaya atıldı. Daha doğrusu mən fikir ortaya attım ki, niyə də dünya üzrə tanınmış bu kəndlər arasında təcrübə mübadiləsi səfərləri təşkil edilməsin. Bizim fermerlər getsin digər ölkələrə, ən azından yaxın ölkələrə, region ölkələrinə və gələcək illərdə bunu da təşkil edəcəyik yəqin ki. Ən sonda bunu qeyd etmək istəyirəm. Təşəkkür edirəm. Bariz müəllim, mən də sona saxlamışam. Qoy tamaşaçılar bilsin. Əslində bilirlər. Fermerin Real Dostu həm də kənd adamıdır. Bu kənd adamı layihəsi artıq kifayət qədər sosial mediada marağa səbəb olub. Bunun üçün mən hər ikinizə minnətdaram. Çünki bu ideyanın reallaşması üçün Aqrar Kredit və İnkişaf Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və eyni zamanda bütün belə deyək, texniki dəstək baxımından FAO Azərbaycan Bariz müəllim sizin timsalınızda hər ikinizə minnətdaram. Çünki kənd adamı olmaq üçün o gücü topladı, sizdən o gücü aldı və bölgələrdə kənd adamlarının arasında bu sahənin, yəni kənd təsərrüfatının zəhmətini, əziyyətini, eyni zamanda şərəfli bir fəaliyyət olduğunu göstərmək məqsədi ilə yarandı. Bunu da mən sonda sizə təşəkkür eləmək üçün sona saxlamışdım. Hər ikinizə minnətdaram. May ayının 5-dən etibarən ölkəmizdə bir kənd təsərrüfatı bayramı başlayır. Bu bayram fermerlərin bayramıdır. Biz həmişə deyirik ki, fermerin difahı aqrar sahənin inkişafıdır. Bu aqrar sahədə də çalışan siz zəhmətkeşlər varsınız. Həm dövlət qurumları, həm də beynəlxalq təşkilatlar. Hər birinizə, bütün komandalarınıza uğurlar, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun ki, gəldiniz. Təşəkkürlər, sağ olun. Sağ olun. Əziz fermerlər, mən də fürsətdən istifadə edib, bax sizi biraz əvvəl də adı çəkilən Kaspian Agrovik, yəni
Kənd təsərrüfatı həftəsinə mayın 5-dən 8-nə qədər keçiriləcək bu sərgiyə möhtəşəm sərgiyə dəvət edirəm. Ələxüsus Kənd Təsərrüfatı Nazirliyinin stendinə gəlin. Hətta o gün sosial media hesablarına bir nəfər yazmışdı ki, yadımdadır. Orada Nazirliyin və ümumiyyətlə digər stendlərdə, xarici stendlərdə xüsusən tərcüməçilər olacaqmı? Biz tərcümə ilə bağlı çətinlik yaşayacaq. Mən sizə elə fürsətdən istifadə edib buradan söz verirəm ki, siz yaxınlaşın Kənd Təsərrüfatı Nazirliyinin stendinə. Orada biz xarici dil məsələsi ilə bağlı, tərcüməçilərlə bağlı sizə maksimal bacardığımız qədər dəstək olacaq ki, orada müəyyən əməkdaşlar sizə bu istiqamətdə yardım göstərəcəklər. Bu qədər həftəni başa vururuq. Gələn həftə Fermerin Real Dostunda görüşəcəyik. Hələlik. Hörmətli fermerlər, aqrar sahədə çalışan sahibkarlar, bütün mütəxəssislər və əməkdaşlar, hər birinizi salamlayıram. Hər il olduğu kimi bu ildə Kənd Təsərrüfatı və Qida sərgisinin may ayında keçirilməsi nəzərdə tutulur. Bu il Kənd Təsərrüfatı və Qida sərgisi Caspian Agrovik adı altında müxtəlif istiqamətli mövzuları özündə birləşdirən tədbirləri əhatə edəcək. Hər il alışdığımız kimi texnika və texnologiyaların nümayişi həyata keçiriləcək, amma əvvəlki illərdən fərqli olaraq Kənd Təsərrüfatı sərgisi sadəcə nümayiş sahəsi deyil, eyni zamanda aqrar sahədə müxtəlif forumların təşkili, fikir mübadilələri, platformaların təşkili, aqrar sahədə uğur əldə eləmiş innovativ təsərrüfatlara səyahətlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı sərgisi qeyd etdiyim kimi sadəcə nümayiş mərkəzi deyil, eyni zamanda mütəxəssislər, aqrar sahədə çalışanlar, rəsmilər, ekspertlər üçün, alimlər üçün fikir mübadiləsinin aparılması, know-how-nun paylaşılması, təcrübələrinin bölüşülməsi üçün yaxşı bir platforma olacağına inanıram. Bizim məqsədimiz Kənd Təsərrüfatı və Qida sərgisinin sadəcə texnika və texnologiyaların nümayiş mərkəzi deyil, eyni zamanda elmin, təcrübənin və aqrar sahibkarlığın birləşdiyi, fikir mübadiləsi apardığı bir platformaya çevirməkdir. Hər il olduğu kimi bu ildə xaricdən müxtəlif rəsmilərin sərgiyə gəlməsi və əvvəlki illərdən fərqli olaraq qeyd edeyim ki, daha çox Kənd Təsərrüfatı nazirlərinin səfəri nəzərdə tutulur və əlbəttə ki, bu sevindirici haldır ki, kənd təsərrüfatında sadəcə Azərbaycan çərçivəsində deyil, eyni zamanda beynəlxalq aləmdə də marağın artdığını göstərir. Azərbaycan orta koridor üzərində yerləşməsi, bugün logistik mərkəzə çevrilməsi və bu nöqteyi nəzərdən aqrar sahəyə olan dəstəyin nəticəsi olaraq Azərbaycana xarici həm rəsmilərin, həm ekspertlərin marağı olduqca artmışdır. Ümid edirəm sərgidən maksimum yararlanmağa, faydalanmağa, işinizin genişlənməsi üçün aqrar sahədə həm biliklərinizin, həm göstərdiyiniz fəaliyyətin imkanların artması üçün faydalana biləcəksiniz. Sərgidə hamınızı görmək ümidi ilə uğurlar.